Salam, hər vaxtınız xeyir. Media Inform izləyiciləri, xəbərləri Aycun Yavər qızının təqdimatında izləyirsiniz. 17 yanvar 2026-cı il tarixində Azərbaycan ictimaiyyətində və Türk dünyasında tanınmış teleaparıcı jurnalist Mehriban xanımın özəl günü, yəni ad günü mərasimi keçirilmişdir. Tədbirdə jurnalistlər, ziyalılar və tanınmış simalar iştirak etmişlər. Yüksək səviyyədə keçən tədbirdə Mehriban xanımın müxtəlif qurumların rəhbərliyi tərəfindən fəxri diplomlarla təltif etmişlər. İndi isə sözü gedən tədbirdən kiçik bir fraqmenti izləyə bilərsiniz. Bir yere utan beni da götür senin gittiğin yere utan beni da götür senin gittiğin yere utan kurban sana canım utan kurban sana canım elimde darım gelsene küçük abim elimde darım gelsene gelsene küçük abim. Adını koymuşam senin mücze kadın. Sen okunmamış kitap, sen yazılmamış verəksən qadın. Sen dört fəsilsən, hem baharsan, hem qışsan, hem yazsan, hem yaysan qadın. Bir dünyasan, möcüzə qadın, möcüzə qadın. Derdini gömünü gizletmişsen içinde kadın. Birce defa gözlerinde yaş görmemişler. Sen nece düzmüşsen uyan dünyada kadın. Adını koymuşam seni. Gel.
Təbrik edirik. Mehriban. Gözəl günlərin olsun bacı. Gözəl günlərin olsun. Rahat